Herkese salamlar kızlar. Hamınızı salamlayıram. Necəsiniz? Gəlin baxaq. Münasibətlə bağlı istəyirsiniz. Gəlin baxaq. Subay qızlara baxacağım. Hansı ki münasibətdə deyil. İlk başta özünüzə baxaq. Sonra da gəlirsə belə birisi kimdir? Və yaxud da bəlkə proqramınızı göstərəcəklər. Yəni ilk başda siz kimsiniz? Açılım kimə uyğunu baxaq. Sonra sizi biraz diagnostika eləyək və sonra gələn adama baxaq. Mənə biraz sizinlə bağlı məlumatlar versinlər. Kimsəyi tutmaq lazım deyil qızlar. Yalnız özünüzə baxırıq. Subay qızlar üçün açılım olacaq. Hansı xanıma bu açılım uyğun olacaq? O xanımı mənə göstərin. Qızlar, burada ulduz kartı çıxır. Bu xanımın həyatında bir dağıntı var. Hal-hazırda bir dağıntıdan keçir. Güneşine doğru gelir bu hanım. Gücünü toparlayır. Burada yalnız siz çıktınız. Başka kimse yoktu. Bu hanımın olabilir. Burada ne desem, size bir hediye verilecek kainat taraftan. Bunu %100 diyebilirim. Siz hal-hazırda öz zirvənizə doğru gedirsiniz. Arzularınıza doğru. Bəli, burada arzunuz sevgi ilə bağlıdır. Biraz ümidsizsiniz. Ümidiniz yoxdur, amma sizin həyatınıza gələn adam судьбоносный adamdır. Yəni burada страшный суд çıxır. Po spravедливости bu adam sizə aiddir. Amma bu adamla qarşılaşmağınıza hələ ki var. Hamınızda fərqli ola bilər. Kimsə bir ay içərisində, kimisi bir il, kimisi 10 il içərisində qarşılaşa bilər. Burada sizin hızlı şəkildə bu dağıntıdan çıxmaqdan asılıdır. Burada siz dağıntınız fiziksel olaraq bəlkə baş vermir, amma mental olaraq siz həyata baxışınız dəyişir. Əvvəllər bəlkə fərqli bir şey istəyirdiniz, indi bambaşqa olmusunuz. Burada çox değişimden çıxan bir qadındır. Burada balansını artıq tutan bir qadındır və həyatının memarına çevrilib qalib olan qadındır. Burada nəyəsə qalib olmusunuz və gücünüz sizə geri qayıdır. Burada sila kartı. Burada nəsə buraxmısınız ya da nəsə dağılıb sizdən qopubdur və gücünüz sizə geri gəlib. Gəlin baxaq, bu dağıntı nədir? Burada irafan çıxır qızlar. Bəli, burada ikili durumunuz var idi. Burada siz sizə soyuq olan, sizi umursamayan kişilərə çox bağlanırdınız. Bu sizin bir karmanız olubdu. Genelde bu keçmişdən gələn, keçmiş regresiv yaddaşdır ki, siz bir cürə belə soyuq, manipuля, sizi istifadə edən narsist tipajda olma ehtimalı çox böyükdür. Burada psixopat və s. kimi. Siz bu cür kişilərə çox meyilliydiniz və ola bilər ailə proqramınızdır, ola bilər ana-ata bağlarınızın proqramıdır. Bu proqram parçalanır. Çünki burada siz o kişilərin sayəsində, əgər həyatınızda illaki belə bir adam olubdu ki, çıxır. O adamın sayəsində siz həyatınızın memarı olub, günəşinizə doğru getdiniz və gedirsiniz. Həyatınızda hal-hazırda nə baş verirsə, burada irafant, yüksək ilahi qüvvələr çıxır. Yəni bu belə olmalıdır. Bəli, burada itkilər çoxdur. Burada alınmayacaq durumlar çoxdur. Çünki sizi bir imperatriça olaraq edirlər və həyatınızın böyük bir değişiminə hazırlayırlar ki, siz
ağlınıza belə gələ bilməz o dəyişim. Burada imperatriça və şans. Burada mən belə deyə bilərəm. Bu açılım o xanıma uyğundur ki, hansı ki ana duyğusu böyük olan bir qadındır. Yəni burada ürək çakrası böyükdür. Burada ana ola bilər, uşaqlar sizi çox sevir. Elə bir enerjiniz var. Yəni burada gelişdir ürəyi bu qadının. Və siz hələ ki öz yerinizə oturmamışsınız. Burada realizədən söhbət gedir. Siz ilk başda realizə olunacaqsınız. İlk başta bu proqramı tam olaraq bitirməlisiniz. Hal-hazırda bəs necədir? Sizin psixolojik durumunuz necədir sevgiyə qarşı? Burada çıxır qızlar, burada bir dağıntı yenə də çıxır. Burada dəyişirsiniz, sizin həyat baxışınız, yəni münasibətə, bəli, burada diyaval. Kakras Instagramda da yüklədiyimə oxşar bir şeylər çıxır. Az əvvəl yükləmişdim. Burada diyaval, burada siz sevgini ola bilər, bax, qəribə bir şəkildə bir adama çox bağlanırdınız. O adam bəlkə də dəyəri yox idi, anlamsız birisi idi, o nə işlə məşğul idi, özü də bilmirdi. Amma siz deyirdiniz ki, mənim qəlbim məhz ona çəkilir, bilmirəm burada, yəqin mənim yarımdır və s. Amma elə deyil. Burada diyaval enerjiləri çox idi. Diyaval enerjisi bizim kölgə tərəflərimiz. Yəni biz, bəli, seksual enerji ola bilər, amma seksual enerji düzgün olması üçün siz ilk başda kölgə tərəflərinizi enməlisiniz. Qorxularınızı, özgüvəninizi, özünüzə inam, iki ayağın üstünə bərk durmaq. Yəni siz münasibəti seçirdiniz hansısa travmanıza uyğun. Elə bir dərin travma idi ki, siz onu başa düşmürdünüz. Adam sizə qarşı, məsələ tutağım ki, narsis idisə, sizi manipülə eləyirdi. Çünki sizdə ya günahkarlıq hissi oyanırdı. Çünki bu günahkarlıq hissi sizin sanki belə vücudunuza əks eləyirdi. Burada ana-ata bağının paterni, priviçki deyirlər psixologiyada. Yəni uzanan bir şeydir ki, o parçalanmalıydı o proqram. Çünki bir çox qadınları məyyus qoydu o proqram. Ona görə də siz bu proqramı yox etməyə gəldiniz. Bu diyaval 15-ci arkana qalib olmağa gəldiniz bu bağda. Və sizi sağlam bir sevgiyə hazırlayırlar. Harda ki, yoxsulluqdan dolayı deyil. Burada iç dünyadan söhbət gedir. Yəni gəlsin də mən xoşbəxt olacağım. Yəni burada təsdiq axtarmaq deyil. Yəni hamınızda fərqli ola bilər. Çünki bax, genəldə narsistlər onlar nə edir? Onlar manipülə eləyir, sürəkli o qadını belə. Yəni biz boşana bilərik. Heç bir problem yoxdur. Amma növbəti gələn ondan da betər gələcək. Və bir çox qadınlar deyir ki, mən öz sərhədlərimi qoruyuram, mən deyirəm, məndən bu cür olmaz, davaya çıxıram və s. Amma bu belə deyil. Bu belə deyil. Sənlə bu cür hərəkət etmək olar. Çünki sənin içində bir duyğu var. O duyğuya belə knopka kimi basırlar. Və sən sinirlənirsən. O olmayanda o cür insanlar, sən onlara maraqlı gəlmirsən. Çünki səni manipülə edəcək heç bir şeyin yoxdur. Tamam, burada başlıyor. Yəni burada dağılır. Sizin əsas proqramınız, bax bu proqram çox önəmlidir ki, siz düzgün münasibətə girə bilərsiniz. Yəni sizin ruhunuz bu cür seçib. Yəni deyib ki, mən, demək ki, sizin ruhunuza uyğundur. Siz hansısa həyatda çox əziyyətlər, bəlkə bir neçə həyatda əziyyət çəkmişsiniz. Və demişsiniz ki, mən bu həyatda bunu çəkməyəcəm. Məni kimsə manipülə edə bilməyəcək. Mən öz iç dünyamı o qədər təməlini gözəl sallayacağım, o qədər özümü sevəcəm. Yəni özünü sevmək, mən hər zaman deyirəm, burada hədsiz dərəcədə baxımlıqdan söhbət getmir. Özünə sayğı başqa bir şeydir. Yəni mən özümə dəyər verirəm.
Əgər mənə qarşı soyuqdursa kimsə, o adam mənə maraqlı gəlmir. Ona görə yox ki, mən küsürəm, sən soyuqsan, dayan, sənə göstərəcəm indi, məndən ötürü öləsən, elə deyil. Amma burada başlayaq, bu proqram dağılır. Gəlin baxaq o zaman, həyatınıza kim gəlir? Bu proqram dağılır, tamamən dağılıb bitdikdən sonra, il sonuna qədər, çox uzaqlara getməyək, il sonuna qədər, gəlin ilk başda baxın, yəni il sonuna qədər baxaq görək. Burada kim gəlir sizin həyatınıza? Varmı? Enerji alanınızda belə birisi varmı? Burada var yani. Yavaş yavaş gelecek kızlar. Yavaş yavaş. Oy, kolesnica. Var kızlar. Enerji alanınızda var. Burada kolesnica, imperatrica, yani burada düzgün addımlarla bir Rıtsır Pentakli gelecek. Ola bilər sizdən yaşcan balaca olsun bəzilərinizdən. Amma düzgün addımlardan gələcək. Necə birisidir? O kişi, gələn adamı biraz bizə göstərin. Necə birisidir? Onun biraz xarakterizə. Burada Karol Miçi, çox belə zeki, düşünən, ağıllı, qərarlı. Burada bir çox şeyləri olan adamdır. Yəni çox şeyi əldə edən birisidir. Stabildir. Həyatı stabildir. Yəni burada sıfırdan nəyəsə başlayan bir adam deyil. İmperator qızlar. İmperator, imperatrica. Sizə uyğun birisi gəlir. Burada nəsə yazır bu adam. Necə birisidir? Belə deyə bilərəm. Ola bilər bu adam hardansa uzaqdan gələcək. Bilmirəm, bəlkə ölkə dəyişib, köçüb gələcək bura yanınıza. Bəlkə çox uzaqlarda nəsə işi var. Burada nədirsə lyoqqas, rahatlığı sevəndir. Belə keyf çəkməyi xoşlayır, rahat dalğanı, həyata çox rahat baxışla yaşayır. Burada enerji doludur, hərəkətlidir. Burada adam nəsə yazır, bəlkə yazı işləri ilə çox məşğuldur. Bu kart nə deyir? Bir dənə mənə aydınlasınlar. Bu kart nədir? Bu kişi sizi ilk dəfə görəndə qorxaraq sizə yazacaq nədənsə. Çünki sizi stabil və yüksək bir qadın olaraq görəcək. Siz elə bir dönəmə gələcəksiniz ki, burada Koroleva Pentakli, Karol Pentakli. Qızlar, burada seçim olacaq sizdə. Kızlar, burada seçim arasında kalacaksınız. Burada siz seçim arasında kalırsınız. Büyük ihtimal, bak burada bir saniye, bu kart nedir? Bakın, biri geçmişten qayıdacaq.
Siz bu adamı tanıyırsınız. O ne zamansa ya size yok deyibdi, ya istemeyibdi. Ama bu bir ayın söhbəti değil. Burada olabilir iller keçibdi. Yani çoktan tanıyırsınız birbirinizi. Ama burada alınmama sebebi ondadır. Size başka birisi de çıkacak. Karol Pentakli stabil hayat, burada şans. Siz ikili kalacaksınız seçim arasında. Ve birini ümitsiz koyacaksınız. Kimi ümitsiz koyursunuz? Bu geçmişten gelendi. Bəli, burada bir ümitsizlikte kalacak biri. Zamanını itiren birisi. Zamanını itiren birisini ümitsiz koyacaksınız siz. O adam, bu imparator kimdirse çok vakit itirdi. O adam geride kalacak. Bunu siz bu gelen adam, bir tane ben yeni gelene bakım. Bunu başa düştük, bu geçmişten de bunu tanıyırsınız. Burada imparatorda bu yeni geleni bize gösterin. Yeni gelen kimdi? Çünkü büyük ihtimal siz yeni geleni seçeceksiniz. O size uyumlu olacak. Burada Karol Pentakli çıkır. Biraz mənə bu yeni gelen adamla bağlı. Kimdir bu adam? Yeni gelen kimdir? Yine de ikili çıkarın. O imparatrica. O kızlar, büyük ihtimal siz yeni geleni seçeceksiniz. Burada sevgi. No, seni bildik. Yani bu ümitsiz kalanı tanıdık da bu yeni gelenden bana gösterin. Bu ümitsiz kalanı tanıdık. Bu yeni gelen. Yeni gelen nece birisidir? Nece bir insandı? Yani burada karşılıklı sevgi olacak. Dvoyka kubka kızlar, birbirinizi çok seveceksiniz. O çok müdrik birisi de yine burada aşıklar kartı çıkar. O sizi bir deyə bilərəm, demək istəmirəm bir tənhalıqdan çıxardacaq. Yox, yəni əslində siz tənha olaraq, bax, bu açılım o xanıma uyğundur ki, hansı ki özünü tənha hiss etmir. Ya da elə bir duruma gələcəksiniz ki, siz çox xoşbəxt, yəni belə stabiliyinizdə olacaqsınız. Yəni sizə o kadar da ihtiyaç olmayacak münasibete. Yani siz böyle sakin bir şekilde bakacaksınız, diyeceksiniz ki tamam, yani bakın görün nece birisi sen. Burada yalnız sevgi kartları çıkır kızlar. Burada Karol Kubkov çok güzel adımlarla gelecek. O sizden ötürü savaşacak. Siz belki de bəli, burada ürək parçalı çıxırsınız. Bir Karol Miçey. Bak, bir kişi size ürək parçası veribdi. O ürək parçası dağılacak bu yeni gelen adamla. Ne işle məşğul olur o? Neçidir, kimdir? Bize biraz... No, burada spravvedlivost kartı çıxır. Büyük ihtimal kızlar ola bilər dövlət işidir, ola bilər, ne bileyim, hüquqda ola bilər. Spravvedlivost kartı ilə ədalət kartı, yəni burada ədalətli birisidir, amma işinə baxanda nədirsə, nə bilim, polis də ola bilər, prokuratura da ola bilər. Daha çok hamınızda olmasa da ama birçoklarınızda bu devlet işçisidir.
Ya da belə də ola bilər. O uzun bir müddət dövlət işində işləyib buraxıb. Nədənsə mənə qızlar bilmirəm niyə paqonlu birisi gəlir. Bu kişinin zvanyası var. Yəni bu 30 yaşda birisi deyil bu adam. Mən belə hiss edirəm. Bilmirəm artıq kimə uyğun olacaq, amma no, burada ola bilər sizə çoxlu hədiyyələr alsın. Bəli, burada Karol Jezlov, o sizə öz diqqətini, o sizi burada irafant, yəni siz bir-birinizə çox uyumlusunuz. Burada çok uyumlusunuz. Bu adamı siz tanımırsınız, tanırsınız onu. Tanıyırsınız siz bu kişini. Tanımırsınız çünkü siz diyavol enerjilərdəydiniz. Yəni müəyyən bir proqramda yaşayırdınız. Ona görə də siz baxdığınız tuneldə bir nəfəri görürdünüz. Ve düşünürdünüz ki yəqin ki məhz budur. Ama o programı siz çözəcəksiniz. Yəni oturup düşünəcəksiniz. Ona göre yok ki ay vaxt var idi sən məni istəmədin, mən indi sənə yox. Siz başa düşəcəksiniz ki nəyə görə o adam sizin başınızda takıntılı olub qalmışdı. Onu anlayacaqsınız siz. Və heç bir adama pretenziyanız, yəni minnətiniz olmayacaq da belə deyək. Başa düşüp sakin şekilde gideceksiniz ileri. Gelin bakalım. O adamla bağlı önemli bir şeyler size versinler. No, burada kızlar o adam sürekli size nəsə verəcək, bax. O nədənsə sizin rahatlığınızı istəyəcək, bax. Çox belə o adamdan daha da güclənəcəksiniz. Yaradıcılıq enerjisinə girəcəksiniz. Buradan nədir? Bəli, burada bir tənhalığınızı buraxacaqsınız. Bir tekliğinizi. No, ama geçmişten gelen de size sürekli yazacak, sürekli yazacak. Size ne kadar maraqlı olar geçmişteki, çünkü açılım kızlar kollektiv de hamınızda farklı olabilir. Belki kiməsə ehtiyac var. Onu burada Kolesnitsa, o geçmişteki biri de el çekmeyecek. Burada sürekli çıxacaq ortaya. Elinden gələni eləyəcək. Və sizə nə qədər? Burada Koroleva Jezlov, özünü seçən egoist bir qadın obrazında olacaqsınız. Sizə nə qədər maraqlı olacaq keçmişdəki? Siz rahatlığınıza doğru gedəcəksiniz. Siz istəməyəcəksiniz. Bir daha o soyuq enerjilərə girmək istəməyəcəksiniz siz. Yəni ruhunuz istəməyəcək. Burada təkrarlayayım, küskünlük deyil. Özünüz istəməyirsiniz. Siz belə baxacaqsınız, deyəcəksiniz ki, yəni mənə soyuqdur bu adam. Mən enerji almıram ondan. Bəli, burada poverşini. Burada uzun bir müddətdir ki, siz nəyəsə qalib olacaq. Bax, bu qalib olduğunuz şey çox önəmlidir. Sanki siz, nə bilim, enerji bağınızı mı kəsəcəksiniz, mental olaraq, psixolojik olaraq, nə bilim, hamınızda fərqli ola bilər. Gəlin baxaq, ilahi yüksək qüvvələrdən sizin üçün münasibətlə bağlı açana kadar önemli bir şeyler desinler. Vысшие сила, sizin koruyan melekleriniz sizin için önemli bir
sizin için önemli? Neye dikkat etmelisiniz? No, egonuzu siz bir kilide salmışsınız. Bakın görürsünüz, sizin egonuz artık size galip olabilmir. Çünkü egonuz ilahi ile savaşırdı her zaman. Həmişə her şeyi kontrol edirdi ki, xəyallarım puç olmasın. Çünkü bəli, burada agresiya, sinir qalxırdı. Egonuz her zaman mən daha yaxşısını bilirəm, mən etibar etmirəm kainata. Çünki mən bilirəm ki, mən idarə etməsəm prosesi, hər şey parçalanar və mən qalaram belə. Ona görə də mən idarə etməliyəm. Amma kainat da sizə göstərdi ki, yox. Yəni siz bunu hiss etdiniz, başa düşdünüz və siz kontrolü buraxdınız, başa düşdünüz ki, həyatda hər şey mənim xeyrimə doğrudur və mən bilirəm ki, mənim istəklərim ən düzgün şəkildə gələcək. Bəli, blaqoslaveniya siz buraxdınız. Kızlar bakın, burada siz hayatta çok insanlara yaxşılıq eləmişsiniz. Ama bunu bilmeden etmişsiniz. Bakın, insanlar var, mesela deyir ki, mən ona yaxşılıq elədim. Yox, burada birçok insanlara yardım etmişsiniz. Ve onunla da karmalarınızı bağlamışsınız. Kartlar deyir. İnsanları bataqlıqdan da çıxartmışsınız. Belki de son qəpiyinizi vermişsiniz, ne bileyim. Ama bunu başa düşmədən etmişsiniz. Belki de bu dəqiqə indi deyirəm, heç siz xatırlamırsınız belə. Deyə bilərsiniz ki, mən kimə elədim ki? Əslində ən düzgünü də odur. İnsan xatırlamamalıdır. Deyir, elə və unut. Yəni burada o storylərdə, postlarda paylaşmaqla deyil. Bunlar hamısı göstərişdir. Elə və unut. Bunu bilmədən etmişsiniz. Ama o kadar fayda etmişsiniz ki, yardım ettiğiniz adama. Ve burada iskupleniya, yani günahlarınızı yumusunuz. Bak, hamımızın var. Biz heç kim belə gökyüzündən mələk olaraq düşmüyor. Bizim keçmiş həyatlarımız var və s. Ve o deyirləri bu həyatda çəkməsə də o biri həyatda mütləq çəkəcək. Yəni yaxşılığı da pisi də. Ve biz gələndə əlbəttə ki, xatırlamırıq keçmiş həyatımızı. Sonra deyirik ki, niye bu kadar çətindir mənə hər şey? Çünkü onlar hamısı karma olarak yığılıb və siz karmalarınızı bilmədən ödəmişsiniz. Burada siz insanları ayırt etmirsiniz. Nə millət olaraq ayırmışsınız, nə vəzifə olaraq. Sadəcə insanları insan olaraq görürsünüz. Bax, sizin belə bir özəlliyiniz var. Ama belki de onun farkında bile değilsiniz. Başa düşmürsünüz. Siz insanları ilk başta insan olarak görürsünüz. Ona göre de kainat sizi eşidir. Siz insanlara ait eləmirsiniz. Ne millete, ne hiçbir şeye. Yani qəlbiniz uyanır. Kiminsə yarasını görəndə, onunla ne bileyim, belki de o adamı dinləyirsiniz. Əlinizdən gələni yardım edirsiniz. Belki de son böyle yemeğinizi paylaşırsınız. Belki de tek oturup yemek hoşlanmırsınız mesela. İşte olanda mütləq kimisə çağırırsınız. Yani bu çok güzel bir şeydi. Ben hatta kısaca bir historiya danışım size. Ben bir yerde işləyirdim ama iller önceydi. Neçə iller bundan qabaq. Orada bir müdür var idi. Yani özüne göre imkan durumu var idi. O yemeği yeyirdi. Həmişə də belə yaxşı yerlərdən yemək sifariş edirdi. Orada nə qalırdısa yemeğinde onu verirdi işçilerine. Təsəvvür eləyin. Mən ilk dəfə bunu görəndə şok yaşadım. Ve onun için o normal idi.
Yani o deyirdi burada ne var ki? Ben yedim bitirdim. Orada bir iki tane tike kaldı. Siz de yani burada birisi necə elə bir ki o itin qabağına atırlar. Deyirlər ki sümükləri de ite verin. Yani benim için o kadar şok oldu ki o şeyi görəndə. Yani insan ne kadar böyle insanlıktan uzak ola, yani həqiqətən var bu cür insana. Yani bu zenginlikten söhbət getmir. Burada zengin olmuyor. Yani bu bir, ne bileyim, bu bir hayat baxışıdır. Bazı insanlarda var ama siz ve birçok insanlarda var. Yani ben bunu sadece bir tane böyle kısaca misal size getirəm. Yani ben belə şeyləri çok gördüm hayatta. Yani sadece başka versiyada görmüşəm. Yani ben şok olurdum ki insanı ne derecede hiçbir şey, yani sen yemeği alanda paylaşabilirsin. Aldın, o da istəyirsənsə, yani mecbur değil tabii ki heç kim. Gel sen de gel beraber ye. Yoksa sen yemeği parçalayandan sonra ya ne kadar gələk insanlıktan uzak birisi olasan. Siz insanları yani mənə göre mən belə hiss edirəm. İlk başta insan olarak görürsünüz. Ama bu özelliğinizden başa düşmürsünüz bu özelliğinizi. Yani burada belki kenardan özünüzü çok şey eləyə ki, ben şeyim, ne bileyim, bunu elədim, ama elə değil. Biz bazen o kadar yaxşı bir tərəflərimiz var ki, biz onu görmürük. Çünkü biz alışmışıq, bizi sürekli belə şey eləyirlər. Sürekli negativlərimizi üzümüzə deyirlər. Yani bu da büyüdüğümüz aileden gelir de paternal привычки. Sürekli bizi ya da məktəbdə deyirlər, sen bak falan şey bilmirsən, tupoysan. Ve biz bu şeye alışırıq. Ona göre de burada siz çok insanlığı bataklıktan çıkartmışsınız. Kimisi az şekilde, kimisi çok büyük bir şekilde. Siz burada çok kızlar izleyir. Hamınız farklı olabilirsiniz. Bəziləriniz belki imkan, maddiyat baxımından yardım etmişsiniz. Ama hiç de karşılığını düşünmeden etmişsiniz. Ona göre de size hediye olarak çok düzgün bir münasibət veriləcək. Kainat bunu eşitməyinizi istəyir. Yani biz her şey görürük. Yani düşünme ki biz görmürük. Senin xırda da olsa görmediğin şeyi biz görürük. Sen onu xırda bilə bilərsən, ama bizim için o büyük bir şeydir. Ona göre de size hediye olarak çok güzel bir münasibət veriləcək. Saf, təmiz, sevgi dolu. Burada bəli, biraz savaşırdınız, xəyallarınız puça çıxırdı, разбитые мечты, ama ve burada belə biraz hırslı, agresiyalı olurdunuz. Çünkü savaşırdınız, yani her şey istediğiniz gibi olmak istəyirdi, ama onu isteyen sizin egonuz olubdu. Siz istememişsiniz. Yani ego bizim qorxularımız, kölgə tərəflərimiz, hansı ki mesela neyəsə görə istəyir, hansısa təsdiq axtarır, amma biz onu başa düşmürük. Biz elə düşünürük ki, mən istəyirəm və bu şey məni xoşbəxt edəcək. Kainat da deyir ki, mən sənə səni xoşbəxt edən şeyi verəcəm. Sən yetər ki, mənə etibar et. Bəli, burada baxın, imperator. Hərəkətli, hızlı bir adam gələcək.